Salam əziz izləyicilərimiz və dəyərli şagirdlərimiz, kanalımıza xoş gəlmisiniz. Bu gün biz sizinlə nitq hissələrə nəzər yetirəcəyik. Nitq hissələri ümumi şəkildə 11 ədəddir. Bunların 6-sı əsas, 5-i isə köməkçi nitq hissəsidir. Əsas nə deməkdir? Yəni cümlənin əsasını təşkil edən nitq hissələridir, əsas rol oynayan nitq hissələridir. Bunlar hansılardır? İsim, sifət, say, əvəzli, feil, zərf. Bunlar əsas nitq hissələridir. Köməkçi nitq hissələri isə cümlənin yaranmasında əsas nitq hissələrinə kömək edir, yəni köməkçi rolunu oynayır. Bunlar isə qoşma, bağlayıcı, ədat, modal sözlər və nidadır. Əziz şagirdlər, əsas nitq hissələri və köməkçi nitq hissələri arasında bir neçə fərqli məqam var. Gəlin həmin fərqli məqamlara nəzər yetirək. Əsas nitq hissələri suala cavab verir. Yəni bütün əsas nitq hissələrimizin özünə aid, özünə xas sualları var. Məsələn, isim hansı suallara cavab verir? Kim, nə, hara? Sifət necə, nə cür, hansı? Say neçə, nə qədər, neçənci və sair. Digər nitq hissələrində özünə aid sualları var. Ancaq köməkçi nitq hissələrində belə bir şey yoxdur. Yəni köməkçi nitq hissələrinin heç birinin özünə aid sualı yoxdur. Əsas nitq hissələri cümlə üzvü olaraq işlənir. Məsələn, mübtəda ola bilərlər, xəbər, təyin, tamamlıq, zərfi ola bilərlər. Ancaq köməkçi nitq hissələri cümlə üzvü olmur. Əsas nitq hissələrinin mənası var. Yəni biz hansı nitq hissəsinə aid nümunə çəkdiyimizdə beynimiz həmin nümunəyə aid bizə təsvir canlandırır. Məsələn, kitab sözünü deyək. Kitab əşya adı bildirir. Nə sualına cavab verir? Demək ki, isimdir. Kitab dedikdə beynimiz bizə təsvir olaraq kitab rəsmi təsvir edir. Bu deməkdir ki, yəni bu sözün mənası var, müəyyən məna çalarına sahibdir. Ancaq köməkçi nitq hissələri amma, ancaq, lakin, çünki bu kimi köməkçi nitq hissələrinin heç bir mənası yoxdur. Onların əsas vəzifəsi əsas nitq hissələrinə yardımçı rolunu oynayır, köməkçi rolunu oynayır. Əsas nitq hissələri sadə, düzəltmə və mürəkkəb olur. Bu deməkdir ki, əsas nitq hissələri leksik, yəni söz düzəldici şəkilçilər qəbul edə bilir. Ancaq köməkçi nitq hissələri yalnız sadə və mürəkkəb olur. Leksik şəkilçi qəbul edə bilmirlər. Bəziləri sadəcə qrammatik şəkilçi qəbul edir. Buna görə də köməkçi nitq hissələri sadə, mürəkkəb, əsas nitq hissələri isə qurulursa sadə, düzəltmə və mürəkkəb olur. Əsas nitq hissələri ayrılıqda işlənə bilir. Yəni həmin nitq hissələrinə aid olan sözləri biz ayrılıqda cümlə şəklində işlədə bilirik. Ancaq köməkçi nitq hissələrində bu hal mümkün deyil. Məsələn, kitab kitabdır formasında cümlə şəklində işlədə bilərik. Zəifdir, güclüdür, ucadır, getmək, gəlmək, oxumaq. Bu kimi sözlər tək işlənə bilir, çünki əsas nitq hissələrdir. Ancaq və, amma, ancaq, ilə, çünki, gahda bunlar isə köməkçi nitq hissələridir və köməkçi nitq hissələr ayrılıqda işlənə bilmir. Cümlə üzvü isə olmur. Əsas nitq hissələr cümlə üzvü olaraq nə götürülürsə, köməkçi nitq hissələr də həmin cümlə üzvünün yanında təhlil olunur. Ayrılıqda təhlil oluna bilmir. Demək əziz şagirdlərimiz, bu gün biz sizinlə əsas nitq hissələr və köməkçi nitq hissələrin fərqlərinə nəzər yetirdik. Növbəti videolarımızda görüşmək üzrə, sağ olun.